dinləyicilərimizlə bölüşək ki, biz daha da çox valideynlərimizi sevək, onların xidmətində duraq. Xüsusilə analara qarşı daha çox diqqətli davranmaq, onların xidmətində durmaq, onları incitməmək, onların sözünü iki etməmək, onları sevindirmək. Bu, hər bir evlad üçün bu dünyada xoşbəxtlik, axirətdə isə cənnəti qazanmaqdır. Baxın, gözəl bir olmuş hadisə, müasir dövrümüzdə deyir ki, cənnətdə hər gecə yatan kişi. Nə deməkdir bu? Deyir ki, 5 nəfər var idi, olmuş İslam ölkələrində olmuş bir hadisə. Onlar başqa bir kənddə fəhlə işləyirdilər. Onlar çox zəhmət çəkirdilər, çalışırdılar. Yəni, amma orada işləyir, həftədə bir dəfə də öz yaşadığı yerlərə gəldi həftə sonunda. Amma aralarında yalnız biri hər gün çox sevincli görsənirdi. Günəş batmağa yaxın o işini bitirər, axşam namazını qılar və tez bir halda öz kəndinə yola düşərdi. Səhər açılmamış, yenidən iş yerinə qayıdardı. Bir gün dostlar ona dedilər, biz ailəmizə həftədə bir dəfə qayıdırıq. Səncə hər gün gedib gəlirsən, özünü çox yorursan, bu uzun yolu tək başına gedirsən. Bunu niyə edirsən ki? Sənə nə mane olur ki? Sən də qal, həftə sonu get. Sənin evladın da yox, həyat yoldaşı yox, hələ evlənməmsən. O belə cavab verdi. Mən hər gecə cənnətdə yatmağa gedirəm. Onlar buna güldülər və dedilər, biz sənə bugünə qədər ağıllı adam kimi baxırdıq. Amma görünür ki, bu sözlərin tamamilə fərqli bir düşündürür bizi. Deyir ki, bəlkə həkimə müraciət edərsən. Yəni, sən necə olur cənnətdə yatırsan hər gecə? O isə onlara cavab verdi. Baxın, niyə mənə yalancı göstərməyə çalışırsınız və mənimlə istehza edirsiniz? Sonra hamısı birlikdə getdilər bir məscid imamının yanına. Dedilər ki, bu belə-belə sözlər danışır. O dedi, nədir məsələ? Dedi ki, mən cavanam, valideynlərim tək övladıyam və evdə təkcə mən onlara baxıram. Ona görə də işimi bitdikdən sonra günəş batanda dərhal yola çıxıram. Allahın izni ilə kəndə çatır, valideynlərimi görürəm, onları qulluq edirəm, çünki onlar yaşlanıblar və gecə mənə ehtiyacları var, yenidən səhər tezdən qayıdıram. Onların ayaqlarının altında uzanıb yatıram. Səhər açılanda onları namaza oyadıram, onların səhər yeməyini hazırlayıram, dəstəmaz almaqlarına kömək edirəm, ehtiyaclarını yerinə yetirirəm. Sonra Allah'a şükürlə yad edərək yenidən iş üçün qonşu kəndə qayıdıram. Bu halı yaşadıqca həm qəlbimdə, həm də ruhumda elə bir rahatlıq hiss edirəm ki, sanki gecələrimi cənnətdə keçirirəm. Məscidin imamı dedi, bu doğru deyil və Allaha and olsun ki, baxın, bunun sözündə sadiqdir. Çünki Peyğəmbərimiz belə buyurub, cənnət anaların ayaqları altındadır. Beləcə, sizin dostunuz valideynlərə etdiyi xidmətlə əlbəttə ki, cənnətdədir. Baxın, belə də salih nədir? Evladlar vardır. Valideynlərə yaxşılıq, xeyirxahlıq bir nicatdır, deyir, baxın. Yəni, xüsusən də valideynlərə yaxşılıq.